Qucaq dolusu baxım videosu ilə gəldik. Koreya məhsullarını çox sevirəm. Bu dəfə də Aysol seriyasını yoxlayacağam. İlk olaraq makyajımı hidrofil yağı ilə təmizləyirəm. İkinci mərhələ üz yuma köpüyü ilə üzümü yuyuram. Əlimdə iki cür peeling var. Əslində mən birini istifadə eləməliyəm, amma mən sizə göstərmək üçün bunların hər ikisini istifadə edəcəm. Bu peeling biraz skrab formasındadır. Digərisi isə quru formadadır. Enzim pudra və birazcıq su əlavə eləyəcəm. Başlayıram əlimlə bunu qarışdırmağa. Baxın, belə krem formasında oldu. Həftədə bir və ya iki dəfə bu peelingləri istifadə edə bilərsiniz. Bu gözaltı patçiləri çox bəyənirəm. Sprey formasında vitaminli tonik istifadə edəcəm. Son olaraq da ilbis ekstraktlı bu dəmləndirici kremi istifadə edəcəm. Qızlar, baxın videom bitdi. Növbəti videolarda görüşənədək.